Yolumuz Neftçala rayonunun gözdən könüldən uzaq Xolqarabucaq kəndinədir. Rayonun Xəzər kəndində doğulan və Xolqarabucaqda yaşayan rəssam və bədii oymaçı Hacı Əhmədovun qonağıyıq. 56 yaşlı rəssam uşaqlığından rəsm sənəti ilə məşğuldur. 1992-ci ildə Rais Rəsulzadə, Qəyyur Yunus, Ziyadxan Əliyev və digər ünlü simaların tələbəsi olub. Bir müddət Cəmşid Naxçıvansk adına hərbi liseydə rəssam kimi çalışıb. İndi isə Xolqarabucaq kənd məktəbində təşkilatçı vəzifəsində işləyir. Onun yaratdığı rəsmlərdə, əsərlərdə rəng koloriti, canlılıq ön plandadır. Bədii oymaçı kimi işlədiyi kompozisiyalarda isə həyatı olduğu kimi göstərməyə çalışır. Sənətkarın ömrünün bir günü, Sevgililər, Qız qalası, Sakit gecə, Narlar, Əbədi məhəbbət əfsanəsi, Leyli və Məcnun kimi kompozisiyalarında bədii təxəyyül və yaradıcılıq imkanlarını tamaşaçı üçün açır. Rəssam deyir ki, ucqar kənddə yaşasa da sənətdən heç vaxt uzaq düşməyib. Əhmədov Hacı Faziloğlu 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii Qrafika Fakültəsinə daxil olmuşam. Oranı müvəffəqiyyətlə bitirmişəm. Müəllimlərimin həmişə yadındayam, öz əl qabiliyyətimə görə. 92-ci ildə ora bitirmişəm. Əvvəl Mürsəqulu məktəbində müəllim işləmişəm. Sonra da indiki vaxtda da hal-hazırda Faiq Həziyev adına Xolqarabucaq kənd tam orta ümumi təhsil məktəbində təşkilatçı işləyirəm. Hacı Əhmədov ümidli və şən insan olsa da, küskünlüyünü duymamaq mümkün deyil. Deyir ki, indiyədək yaşadığım rayonda bir dəfə də olsun tədbirə dəvət almamışam. Baxmayaraq ki, artıq yaşım 60-a çatır. Neftçala rayonunda məni rəssam kimi tanımırlar. Bu da məni hədsiz incidir. Çünki sənət adamı diqqət istəyir, başqa heç nə. Mən çox istəyərdim ki, məsələn, rayon tədbirlərində, ümumiyyətlə respublikada, yəni ki, keçirilən sərgilərə məni də dəvət eləsinlər, mən də gedim orada iştirak eləyim. Amma ki, deyərdim ki, yəni orada iştirak eləmək üçün də gərək bizi tanıyalar. Biz də özümüzü nümayiş eləyək ki, bizi tanısınlar və dəvət eləsinlər. Mən də sizin kanala xüsusi olaraq minnətdarlığımı bildirirəm ki, siz də arayıb axtarmısınız məni. Xüsusi olaraq sizə minnətdarlığımı bildirirəm ki, yəni mənim tanınmağımda da sizin əsas xidmət sizin xidmətinizdir, əsas hörmət sizin hörmətinizdir. Çəkiliş aparan zaman Hacı müəllimlə bağlı şad xəbər aldıq. Belə ki, yaxın dostlarının köməkliyi ilə sənətkar Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilib. Bu sevinci bircə bölüşmək bizim də qismətimizə düşdü. Ümid edirik ki, rəssam, bədii oymaçı Hacı Əhmədov bundan sonra Neftçala rayonunun Ucqar Xolqarabucaq kəndində itib batmayacaq, onu müxtəlif sərgi və tədbirlərdə tez-tez görəcəyik. Elvin Qudrətov, Səmil Şahlaroğlu, Bugün informasiya proqramı üçün.